uşağının əməliyyatını bizim dəyərli Vüqar doktor, ağız üççənə cərrahımız. O əməliyyatı verək. Bir dəqiqə verin o sujeti. Xəstəmiz Fidan 9 yaşında, deməli üst dodağın yarğı diaqnozu ilə xəstəxanamıza müraciət edibdir. Xəstəxana bizə deməli səni axtaran verilişindən göndəriblər. Hal-hazırda ümumi narkoz altında xəstədə üst dodağın xeyroplastikası əməliyyatı icra olunur. Bütün hər kəsə təşəkkürümü bildirirəm. Xüsusilə bu xəstəni bizə yönəldən və bu yaşına qədər əməliyyat olunmasının maddi imkansızlığa bağlı olaraq yönəldən Xoşqədən xanıma minnətdaram. Deməli, bu gözəl bizim peşəkar doktorumuz Vüqar Qurbanovdur, ağız üççənə cərrahı. Onu buradan bağrıma basıb öpürəm. Həqiqətən təmənnasız mənim xahişimlə bu əməliyyatı yerinə yetirdi. İndi siz... Ay mənim əziz doktorum, xoş gəlmişsən. Vüqar Qurbanov, ağız üççənə cərrahı, bizim dəyərlimiz, xeyirxah insan. Allah sizə can sağlığı versin. Siz həqiqətən də böyük, belə deyək, işlər görürsünüz. Siz bu ölkədə barmaqla sayılacaq ağız üççənə cərrahlarından birisiniz və inanın mənə təmənnasız əməliyyat, ikinci təmənnasız əməliyyatını sən axtarıram delədi. Gəlin Vüqar müəllimi alqışlayaq və onun valideynləri mənə baxırsa əllərinizdən öpürəm. Xeyirxah insanlar, genetika öz sözünü deyir. Əgər bir valideyn, ata-ana nə qədər təmiz və mənəviyyatlıdırsa, onun övladları da onun kimi mənəviyyatlı olur. Təşəkkür edirəm. Buyurun, doktor. İlk öncə tamaşaçıları da salamlayıram. Təbii ki, bu bizim həkimlik borcumuzdur, insanlıq borcumuzdur. Mən də sizə təşəkkür edirəm ki, bu cür insanları vasitəçi olursunuz, bizə yönəldirsiniz. Bunu efi xətrinə demirəm, amma nə qədər ki, həkimlik fəaliyyətimiz var, insanların həmişə qayğısına qalmağa hazırıq. Fürsətdən istifadə edib bu əməliyyatda mənə dəstək olan komandama, tibb mərkəzinin rəhbərliyinə, təbii rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Çox təəssüf olsun ki, bu uşaq gecikmiş formada bizə müraciət eləmişdir. Yəni, bu patologiya ilə normalda yeni doğulmuşlarda maksimum 1 yaşına qədər əməliyyat olunmalıdır. Amma uğurlu əməliyyat oldu, nəticə yaxşıdır, qız uşağıdır. Təbii ki, heç kim istəməz ki, bu vəziyyətdə olsun. Üzərimizə düşəndə mükəmməl şəkildə icra elədik. Bir daha minnətdarlığımı bildirirəm. Mən sizə təşəkkür edirəm. Həqiqətən də uşaq buradadır mı? Gələ bilərlər. Bəli, anası da. Bəli, gəlin, daxil olsun içəri. Çox gecikmiş formadadır. Gəlin, doktor, biz valideynlərə deyək ki, bu cür problem varsa neçə yaşına qədər müraciət etməlidirlər? Dodaq damaq yarğı ilə doğulan uşaqlar Azərbaycanda da dünya statistikasından eyni saydadır. Bu uşaqların əməliyyat yaşı dodaq yarğı ilə doğulubsa mütləq şəkildə 3-6 ay ərzində, əgər kilosu və digər göstəriciləri icazə verirsə 3-6 ay ərzində, damaq yarğı ilə doğulan uşaqlar isə mütləq danışma mərhələsinə çatan vaxtda, yəni 1 yaşına qədər mütləq əməliyyat olunmalıdır. Müəyyən səbəblərdən bir neçə ay geriyə atıla bilər, amma maksimum 1.5 yaşı, yəni yaş yarımı keçməməsi lazımdır. Və şükürlər olsun ki, bu xidmətlər zərfinin içərisində var, icbari tibbi sığortanın içərisində var. Bütün vətəndaşlar nəinki sizin vasitənizdən normalda da müraciət edə bilərlər. Yəni gecikməyin də, vaxtında müraciət edin. Günelin övladı gecikmiş halda doktora müraciət etdi, amma mən buradan bütün valideynlərə deyirəm, vaxtında müraciət edin. Doktor, sizə minnətdaram, təmənnasız. 1 manatsız siz bu əməliyyatı həyata keçirdiniz. Dərmanları da var. Doktor, dərmanlar da yazmışsınız. Artıq dərmana ehtiyac yoxdur, sarğısı açılıb, tikişləri açılıb, hər şey qaydasındadır.
bunlar Doktor, arayış. indi necə olacaq? Düzələcək də. Bu uşağın dodaq əməliyyatı plastik olaraq icra düzgün olunubdur və hər şey qaydasındadır. Sadəcə bu patologiya ilə doğulan uşaqlar bir neçə mərhələdə 17-18 yaşında burun plastikası əməliyyatı mütləq olmalıdır. Onu da Leyla xanım deyib, burada Onu da oturur. inşallah Leyla xanım. İndidən ha Leyla xanım, mən oldum olmadım. Qapını döysə bu qız 17-18 yaşında o əməliyyatı Burun həyata plastikası keçirir. mütləq. Xahiş edirəm. Birdən mən olmaram. Bax burada deyirəm, ha qalır. Buradakı tamaşaçılar unutmasın onu.